Hörmətli izləyicilər, mən Xəyanət serialına baxıram. Orada Almazın başına gələni Mahir tərəfindən görəndə bəlkə də gizli infarkt keçirdim. Mənə o qədər pis təsir elədi. Ona oxşar bir məsələ də mənim başıma gəldi. Sosial şəbəkə söhbəti deyil, ona görə üzr istəyirəm. Amma danışmaq istəyirəm ki, bəlkə yüngülləşəm. Çünki həmin gündən təzyiq taxdım. Kəndimizdə tənha yaşayan bir kişi var. Eşitdim ki, acdır. Yoldaşıma dedim, ona yemək yapardım. Getdim otağın qapısını açdım, içəridə yox idi, stolun üstə yeməyə qoydum. Çıxanda kəndçimiz bir oğlanla qabaqlaşdım. Şıxmamedov Seymur, Arifin oğlu. Dedim, oğul, bu otaqda yoxdur, buralarda görmədin ki. Dediyimlə həmin kişi otaqdan çıxdı. Görün, mən nə vəziyyətə düşdüm. Şoka düşdüm deyim, dilim tutuldu, kikirlədim deyim. İndi mənim vəziyyətimi siz təsəvvür eləyin. O gündən narahatam, elə bilirəm ki, bu Seymur balamız məni yalançı tanıdı. Oğlum, bax bu Məkkədən gələn Qurandır. Bunun yaşı yoxdur. Babamın babası gətiribdi. Bax, bu Qurana and içirəm. Mən o kişini otaqda görmədim, ümumiyyətcə görmədim. Səhər getdim ki, bu nə məsələdir, kişinin yanına getdim. Dedi, mənim həyətimə giriş 2 yerdəndir. Sən hasarın bu tərəfdən gəlib otağa giribsən, mən o biri girişdən, hasarın o biri tərəfindən gəlmişəm. Bax, o vaxtdan mən narahatam, rahatlanmaq istəyirəm ki, məni yalançı kimi tanıma. Yenə cılız söhbət olduğu üçün, sosial şəbəkə söhbəti olmadığına görə dinləyicilərdən üzr istəyirəm. Sağ olun.